İmam Tirmizi rahimehullah'ın Enes ibn Malik radiyallahu anhudan rivayet elədiyi hədisdə Allah elçisi sallallahu aleyhi və səlləm belə demişdi. Kim cemaatla 40 gün ilk təkbirə yetişərək namaz qılarsa, onun üçün 2 bəraət yazılmış olar. Birincisi oddan, ikincisi nifaqdan, yəni münafiqlikdən. Bəraət, yəni xilas. Yəni o insan həm oddan, həm də münafiqlikdən xilas olmuş olar. Və Şeyx Abdurrazaq Hafizahullah Təzimus Salah kitabında gətirir ki, Allah Resulü sallallahu aleyhi və səlləm 40 gün qeyd etməsi əsla o anlama gəlmir ki, insan o əməli 40 gündən sonra tərk etməlidir. Lakin fayda çıxardır ki, hədisdən deyir, əgər bir insan 40 gün bir əməl üzərində davamiyyətli şəkildə edərsə və yaxud da davam edərsə, ona bu əməl sevdirilər və nəfsi tərbiyələnmiş olar. Yəni, nəfs hər hansı bir əməl üzərində tərbiyələnməsinə 40 gün kifayət edir. Və buna da dəlil olaraq bu sözünə İmam Buxari və Müslimin İbn Məsud radiyallahu anhudan rəvat elədiyi hədisdə deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə demişdi. Həqiqətən də sizdən birinizin ana bətnində yaradılışınız 40 gün ərzində formalaşır. Ondan sonra deyir, o 40 gün ərzində qan parçasına dönür və sonra 40 gün ərzində isə ət parçasına dönür və sonra ona ruh üfürülür. Və buradan da şeyx fayda çıxardır ki, 40 gün insanın formalaşma müddətidir. İnsan hər hansı bir əmələ əgər davamiyyətli şəkildə istəyirsə ki, onun üzərində davamiyyətli olsun, ən azından 40 gün əməli, yəni ara vermədən neynəməlidir? Etməlidir. Olsun ki, bu əməli 40 gün onun davam etməsi onda həmən əmələ qarşı davamiyyətlilik formalaşdırar.